Salam uşaqlar, yenə də buraxılışa dəstək videolarımız davam eləyir. Məsləhətim odur ki, bu videoya axıra qədər baxın. Çünki bir sualın içində bir neçə suallara cavab verəcəyik biz uşaqlar burada. Deməli, bir sual belədir ki, y bərabərdir ax kvadratı üstəgəl bx plus c funksiyasının qrafiki verilib. N və n təpə nöqtələrimizdir. D isə diskriminantdır və deyir bu suallara cavab ver. Birinci sualımız deyir A-nın işarəsini müəyyən eləyin. A birinci hədd əmsalımızdır və bilirik ki, A əgər parabolanın qolları yuxarıdırsa, sıfırdan böyük olur. Yəni, bu formatsa sıfırdan böyükdür. Belədirsə, sıfırdan kiçik olur. Və baxırıq ki, bu parabolanın qolları yuxarı istiqamətlənib. Deməli, A-mız sıfırdan böyükdür. İkinci sualımızsa B-nin işarəsini soruşur, amma ilk öncə üçüncü suala cavab verək, sonra qayıdarıq ona. Üçüncü sual deyir C-nin işarəsini, yəni sərbəst həddimizin işarəsini tapın. Sərbəst hədd uşaqlar, biz bilirik ki, qrafikin y-dən kəsişdiyi nöqtə həmişə sərbəst həddi soruşur. Çünki y-dən kəsişəndə x-imiz 0 olur və x 0 olduqda y c-yə, yəni sərbəst həddə həmişə bərabər olur bütün funksiyalarda. Və ona görə də c y-i göstərir və y-in mənfi hissəsinə düşdüyünə görə deməli c-miz 0-dan kiçikdir. Qaydaq ikinci sualımız B-nin işarəsini tapın. Uşaqlar, B-nin işarəsini müəyyən edirik kəsdiyi nöqtə ilə, yenə də y-oxun kəsdiyi nöqtə ilə. Əgər kəsdikdən sonra yuxarı istiqamətlənirsə, əlbəttə ki, soldan sağa baxırıq. Yuxarı istiqamətlənirsə, deyirik ki, B sıfırdan böyükdür. Aşağı istiqamətlənirsə, deyirik B sıfırdan kiçikdir. Amma indi yuxarı istiqamətləndiyində sıfırdan böyük sayılır. Dördüncü sualımız deyir, köklərinin sayını tapın. Köklərinin sayı bilirik ki, x oxunu kəsdiyi nöqtələrlə müəyyən olunur. Və bu qrafik x oxunu 2 nöqtədə kəsildiyinə görə bizim deməli 2 dənə kökümüz var. 2 kökümüz var bizim. Beşinci sualımız isə diskriminantın işarəsini müəyyən edin deyir. Uşaqlar, biz kvadratlik funksiyalarda tənliklərdən daha doğrusu bilirik ki, d sıfırdan böyük olarsa deyirik 2 kökü var. D sıfıra bərabər olanda deyirdik 1 kökü var, yaxud da ki 2 bərabər kökü var, ya da yeganə kökü var. D sıfırdan kiçik olduqda isə deyirdik kökü yoxdur. Kökü yoxdur. İndi burada uşaqlar, diskriminant sıfırdan böyükdür. Ona görə ki, biz tapdıq ki, bunun 2 kökü var. Çünki x oxunu 2 nöqtədə kəsib. Deməli, diskriminantımız sıfırdan böyükdür. Altıncı sualımız M-in işarəsini müəyyən edin. M burada qeyd edib ki, təpə nöqtəsinin x-ini göstərir. Və mən təpə nöqtəsi də bilirik ki, parabolanın əyildiyi nöqtədir. Təpə nöqtəsinin x-i də gedir x-in mənfi hissəsinə çıxdığına görə